Bölgələrdə ölümlə nəticələnən yol qəzaları baş verib. Qubada 2 nəfər qəzanın qurbanı olub. Göyçayda 3, Cəlilabadda 2, İsmayılıda isə 1 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Qubada 2 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhəddi avtomobil yolunun Quba rayonu ərazisindən keçən hissəsində 2 avtomobil toqquşub. Nəticədə Ədalət Baxışov və Validə Dəryazova hadisə yerində dünyasını dəyişib. Müxtəlif dərəcəli xəsarətlər alan sürücülər Rahim Baxışov və Talih Sərkərov Quba rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin ağır stabil olduğu bildirilir. Göyçayın Hüngütlü kəndi ərazisində də günorta saatlarında mini avtomobilləri toqquşub. Zərbənin təsirindən avtomobillərdən biri yoldan çıxaraq dəri yaşıb. Qəza nəticəsində 3 nəfər ağır xəsarətlər alıb. Yaralılar Göyçay rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Cəlilabadda mini avtomobili idarə etmədən çıxaraq aşıb. Hadisə Yeni Ələt-Astara magistralında Cəlilabad rayonunun Göytəpə şəhər ərazisində qeydə alınıb. Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişin xəsarət alıb. Xəsarət alanlar Cəlilabad rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır. İsmayıllının Lahıc qəsəbəsində isə Kamaz yol kənarında irəliləməkdə olan qoyun sürüsünə çırpılıb. Hadisə nəticəsində xəsarət alan çoban Qocaman Bəyalıyev rayon mərkəzi xəstəxanasına çatdırılıb. 20-dən çox qoyun isə tələf olub. Qəzanın baş vermə səbəbləri araşdırılır. Sənan Bəhrəmli, ATV Xəbər.